Yasin surəsinin fəziləti, mübarək Yasin surəsi elə qapılar açır ki, insan təsəvvür belə edə bilmir. Allahın elə mələkləri vardır ki, hər cür zərəri xeyrə çevirirlər. Siz bilmədən bu mələklər sizin, həyat yoldaşınızın, övladlarınızın və mal-mülkünüzün işlərini yoluna qoyurlar. Göz dəymə, sehir, bəlalar və təhlükələri dəf edirlər. Lakin insan pərdə arxasında baş verənləri görmür və bu böyük surənin ilahi və səmavi köməklərindən xəbərsiz qalır. Surəni oxumazdan əvvəl 14 salavat, oxuduqdan sonra da 14 salavat göndərin. Əvvəlcə 5 gün ərzində bu surəni oxuyun və hər gününü Əhl-i Beytdən birinə hədiyyə edin. 6-cı gün niyyət edin ki, ömrünüzün axırına qədər hər gün bu surəni oxuyasınız və onu Həzrət Fatime-i Zəhranın mübarək ruhuna hədiyyə edəsiz. Ayətullah Kəşmiri buyurub, Yasin surəsinin qəlbi 58-ci ayədir. Bu ayəyə çatanda çox dua edin və istəklərinizi Allahdan diləyin.